Gəlin indi tarixə baxaq. Bizim o saxta jurnalistlər, saxta millətçilər, İsrailə xidmət edənlər bizə belə təqdim edirlər ki, sanki biz İsrailə, yəhudilərə borcluyuq. Deyirlər ki, bizə həmişə ərəblər pislik edib, fələstinlər pislik edib, yəhudilər, İsrail bizə həmişə yaxşılıq edib və s. və s. Gəlin tarixə baxaq. Yəhudilər Azərbaycana, Türkiyəyə, türklərə pislik edibmi, etməyibmi? Mən demirəm yəhudilər düşməndirlər, yəhudilər neytral bir xalqdır. Amma pislik də çox ediblər. Əvvəlcə Azərbaycandan misal çəkək. 37-ci ildə bizim ziyalılarımız repressiyaya məruz qalıblar, günahsız insanlarımız öldürülüb, cəza çəkib, heç bir günahı olmadan. Bu repressiya maşınını kəşf edən Naftali Frenkel adında bir yəhudi olub. Qulaq sistemini o fikirləşib. Qulaq sistemi bütün bu cəza çəkmə müəssisələrini birləşdirən bir sistemdir. Bu sistemi idarə edən o vaxtki NKVD-nin rəhbəri Genrix Yegoda yəhudi olub. Bu cəza çəkmə müəssisələrinin, bu lagerlərin ayrı-ayrı direktorları, rəisləri yəhudi olublar. Yəni 37-ci ildə ziyalılarımızı məhv edən bu amansız cəza maşınını idarə edənlər və kəşf edənlər yəhudilər olub. Gəlin Türkiyə tarixinə baxaq. İsrailin fikir babası Theodor Herzl, o vaxtki jurnalist olan başqa bir yəhudi Armeni Van Beri ilə bir neçə dəfə Osmanlı sultanı Sultan Əbdülhəmidlə görüşüblər və ona deyiblər ki, sən Fələstin torpaqlarını bizə ver, biz orada Yəhudi dövləti quracağıq. Sultan Əbdülhəmid təbii ki, razılaşmayıb. Və yəhudilər nə ediblər, siyonistlər nə ediblər? Onu taxtdan salıblar, Osmanlı imperiyasını dağıdıblar. Osmanlı imperiyasının dağıdılmasına səbəb bu hadisə olub. Osmanlı imperiyası yəhudilərə torpaq verməyib. Yəni, bunlar amma sizdən gizlədilir. Mövzunu davam etdirəcəm, bu qədər.